Şəkildə verilmiş ABC üçbucağında BAC, YBC, ACB və ABD bucaqları verilmişdir. Bizdən AYD bucağı tələb olunur. YBD nöqtələri bir düz xətt üzərindədir. Üçbucağın daxili bucaqların cəmi 180-dir və bir də üçbucağın xarici bucağı ilə bağlı xassəsi vardır ki, üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni burada biz YBC üçbucağına baxsaq ilk öncə alfa ilə 5 alfanı toplasaq, onlara qonşu olmayan bucaq AYD bucağıdır və ya AYB bucağıdır. AYB bucağı olacaq onda alfa üstəgəl 5 alfa, yəni 6 alfa. Həmçinin A ilə Y və bunlara qonşu olmayan bir dənə xarici bucağımız var. Bu da ABD bucağıdır. Deməli 3 alfa ilə də 6 alfanın cəmi bərabər olmalıdır 144 dərəcəyə. Buradan 9 alfa bərabərdir 144 alırıq və alfa da bərabərdir 144-ü 9-a böldükdə 16 düşər. Deməli, alfa 16 dərəcədirsə, bizdən A7 bucağı tələb olunur. A7 də 6 alfadır, yəni 6 vurulsun 16 bərabərdir 96 dərəcə.